Salamlayıram hər birinizi yeni mövzu izahatımızdan. Bugün sizinlə birlikdə biz Azərbaycanda müstəqil dövlətlərin yaranması mövzusuna baxacağıq birlikdə. Başlayaq. Azərbaycanda müstəqil dövlətlər necə yarandı? Xürrəmlər hərəkatından danışmışdıq bundan öncəki dərsimizdə. Xürrəmlər hərəkatının nəticələrində vurğulamışdıq ki, Ərəb xilafəti dərindən sarsılır və Xürrəmlər hərəkatının nəticəsində müxtəlif ərazilərdə, Ərəb xilafətinə tabe olan müxtəlif ərazilərdə üsyanlar baş verir, yeni dövlətlər meydana gəlir və Azərbaycan da bu dövrdə müstəqilliyini bərpa edən ərazilərdən biri olacaq. Belə ki, Azərbaycanda da bu dövrdə 9-cu əsrin ortalarından başlayaraq yeni müstəqil dövlətlər yaranacaq və biz deyirik 9-cu əsrin ortaları Azərbaycanda dövlətçilik ənənələrin bərpa olunması vaxtıdır. Bunu yadda saxlayaq. 9-cu əsrin ortalarında Azərbaycanda nə bərpa olunur? Müstəqil dövlətçilik ənənələri. Tamam. Baxaq görək. Azərbaycanda yaranan ilk müstəqil dövlət haradır? Danışırıq biz birinci Şirvanşahlar dövlətindən. İlk öncə danışaq biz onların hakim sülaləsi olan Məziədlər nəslindən. Məziədlər kimdir? Məziədlər 780-ci illər civarında Azərbaycanın şimal-şərq torpaqlarına təyin olunmuş bir canişinlərin nəslidir. Ərəb canişinlərinin nəslidir. Məziədlər sülaləsi yadda saxlayaq. Türk mənşəli bir sülalə deyil, Ərəb mənşəli sülalədir. Sadəcə olaraq Azərbaycan xalqının formalaşması prosesi dövründə, yəni 8-ci əsr boyu türklərlə qaynayıb qarışmış və beləliklə onlar nəyə çevrilmiş? Türkləşmişdirlər. Ancaq əsas etnik kök etibarilə Məziədlər Ərəbdirlər, sadəcə daha sonralar türkləşiblər. Tamam. Deməli, Məziədlər kimdir? Ərəblər tərəfindən Azərbaycana köçürülən ərəb ailələrindəndir. Azərbaycanın şimal-şərq torpaqlarını Məziədlər sülaləsi idarə edib. Canişinlikləri olubdur burada. Tamam. Biz Məziədlər sülaləsinin ilk öncə kimi tanıyaq? Yezid ibn Məziyədi. Yezid ibn Məziyəd kimdir? İlk dəfə olaraq Azərbaycanın şimal-şərqində mərkəzi Bərdə şəhəri olan yarım müstəqil bir əmirlik yaradıbdır. Deməli, Azərbaycanda yarım müstəqil bir əmirlik, Məziədlərin ilk qurduğu, belə deyək, dövlət nə olub? Bərdə əmirliyi olubdur. Bərdə əmirliyi mərkəzi Bərdə şəhəri idi və qurucusu Yezid ibn Məziyəd. Daha sonra onun oğlu Məhəmməd ibn Yezid əmir seçilir və Məhəmməd ibn Yezidin dövründə əmirliyin mərkəzi Bərdədən Gəncəyə köçürülür. Söhbət gedir 859-cu ildə və Məziədlərin iqamətgahının Bərdədən Gəncə şəhərinə köçürülməsi ilə birlikdə biz deyirik, bunun nəticəsi olur ki, Məziədlər sülaləsinin Azərbaycanda nüfuzu daha da artır. Yadda saxladıq, deməli, Məziədlər sülaləsinin ilk nümayəndəsi kim olub? Yezid ibn Məziyəd nə iş görüb? Yarım müstəqil bir əmirlik yaradıb. Bərdə əmirliyi mərkəzdə Bərdə şəhəri olub. Daha sonra oğlu Məhəmməd ibn Yezid kimdir? O isə özür istəyirəm, əmirliyin mərkəzini Bərdədən Gəncə şəhərinə köçürmüşdür. Yadda saxladıq. Bəs Şirvanşahlar dövləti o necə meydana çıxdı? Danışırıq biz 861-ci ildə. 861-ci ildə nə baş verir? Heysam ibn Xalid mərkəzi Şirvan şəhəri olan bir dövlət yaradır. Söhbət gedir Şirvanşahlar dövlətindən. Deməli, Şirvanşahlar dövləti neçənci ildə yaranıb? 861-ci ildə. Qurucusu kimdir? Heysam ibn Xaliddir. O, xilafətin mərkəzində xəlifə mütəvəkkilin ölümündən istifadə edir. Xəlifə dünyasını dəyişəndən sonra bəs Ərəb xilafətinin mərkəzində ixtişaşlar, üsyanlar baş verir və bundan istifadə edən Heysam ibn Xalid başına tac taxır Şirvan şəhərində və özünü Şirvanın şahı adlandırır. Titul, Şirvanşahlar dövlətinin hökmdarının titulu Şirvanşahdır. Yəni Şirvan şəhərinin şahı. Dövlətin adı ilə buradan qaynaqlanır. Yadda saxladıq. Şirvanşahlar dövləti özlərini Şirvanın şahı adlandırdılar Məziədlər. Beləliklə, Məziədlər sülaləsi tam şəkildə Azərbaycanda neçənci ildə dövlət qurublar? 861. Paytaxtımız Şirvan şəhəri. Tamam. Heysam ibn Xalid dövləti qurdu. Şirvan şəhərini paytaxt seçdi. Heysam ibn Xalidin davamçıları Şirvanşahlar dövlətinin ərazisini genişləndirərək ərazini belə deyək, böyüdürlər.
Başlayaq, danışaq Şirvan şəhərinin ilk öncə əhəmiyyətindən və daha sonra Əbu Tahirdən. Şirvan şəhəri nəyə görə önəmli idi o dövrdə? Nəyə görə paytaxt seçilmişdi? Bunun əsas səbəblərindən birincisi Şirvan şimalı cənublu Azərbaycan arasında çox mühüm bir ticarət yolunun üzərində yerləşirdi. Yəni şimalla cənubi Azərbaycanı əlaqələndirən bir şəhər idi. Və həmçinin Şirvan şəhəri şimaldan gələn tayfaların yürüşlərinə daha az məruz qalırdı. Digər Azərbaycanın şimalındakı şəhərlərə nisbətən daha belə deyək güvənli bir şəhər idi və buna görə də Heysam ibn Xalid Şirvanı ölkənin paytaxtı olaraq seçmişdi. Deməli, Şirvan şəhəri digər Azərbaycan şəhərlərindən nə ilə fərqlənirdi? Əsas səbəb şimalla cənubi Azərbaycanı əlaqələndirən bir yolun üzərində yerləşməsi və həmçinin şimaldan gələn tayfaların yürüşünə daha az məruz qalması. Və həmçinin biz deyə bilərik ki, Abbas Qulu Ağa Bakıxanov da Şirvan şəhəri haqqında öz əsərində, Gülüstan-ı İrəm əsərində geniş məlumat verib və Şirvanı Azərbaycanın gözəl güşələrindən, belə deyək, təsərrüfatını inkişaf elədiyi mükəmməl şəhərlərdən biri olaraq qələmə veribdir. Tamam, danışaq Şirvanşah Əbu Tahirdən. Deməli, ölkəni kim yaratdı? Heysam ibn Xalid. 861-ci ildə paytaxt hara oldu? Şirvan şəhəri. Sülaləmiz Məziyyədilər adlanır. İkinci hökmdarımız Əbu Tahirdir. Əbu Tahirin dövründə görək nə baş verib? 917-948-ci illərdə bu adam hökmdar olubdur və hökmdarlığı dövründə 918-ci ildə paytaxtı Şirvandan Şamaxıya köçürübdür. Deməli, hansı Şirvanşahın dövründə paytaxt dəyişikliyi oldu? Şirvanşahların ikinci paytaxtı hansı şəhər oldu? Söhbət getdi Əbu Tahirin dövründən 918-ci ildə paytaxt Şirvandan Şamaxı şəhərinə köçürüldü. Bundan başqa Əbu Tahirin hakimiyyət dövründə işğalçı müharibələr də aparıldı. Şirvanşahlar dövləti ərazisinin şimalda Dərbənd şəhəri daxil olmaqla cənubda Kür çayına qədər genişləndir. Diqqət, Araz çayı yox, Kür çayına qədər. Azərbaycanın bütün şimal-şərq torpaqları, şimalda Dərbənd, cənubda biz deyək ki, Kür çayı olmaqla Əbu Tahirin dövründə Şirvanşahlar dövlətinin ərazisi genişləndi. Şamaxı sözünün yaranması barədə bizim mənbələrdə məlumatımız var. Bunun haqqında qısa danışım, özünüz oxuyarsınız. Birinci mənbədə deyilir ki, Şam şəhərindən bir qonaq gəlir Şirvan hökmdarının yanına və deyir ki, bura necə gözəl bir şəhərdir. Çox Şam şəhərinə həddindən artıq bənzəyir. Gəlin bura Şam əxi, Şamın qardaşı adı olaraq şəhərin adını qoyaq Şamaxı. Beləliklə Şamaxı yavaş-yavaş çevrilib bugünkü günümüzə Şamaxı adına çevrilərək gəlib düşmüşdür. Yəni belə yaranmışdır. Bir versiyaya görə Şamaxı şəhərinin adı. İkinci versiyaya görə isə deyilir ki, burada Şamaxı şəhərində çoxlu hökmdarlar olub, çox hökmdarların paytaxtı olubdur Şamaxı şəhəri və ona görə buranı şah hökmdar tituludur və mah sözünün birləşməsindən yaradıblar. Mah isə şəhər deməkdir. Yəni şahmah şah şəhəri, hökmdar şəhəri mənasını verir və bu şahmah ifadəsi daha sonralar inkişaf edib təkamülə məruz qalıb və bugünkü Şamaxı formasına düşübdür. Bu da iki mənbə Şamaxı şəhərinin adının çıxması ilə bağlı. Deməli, paytaxtı Şamaxıya kim köçürdü? Şirvanşah Əbu Tahir şimalda Dərbənd, cənubda Kür çayı olmaqla əraziləri genişləndirib. Tamam, davam edək. 10-cu əsrin 80-ci illərində Şirvanşahlar dövləti Qəbələ, Bərdə şəhəri, Tabasaran, Sanariyə və Dərbənd şəhəri 988-ci ildə Dərbənd əmirliyi belə deyək Şirvanşahlar dövlətinin tabeçiliyinə keçid. Diqqət, Əbu Tahirin dövründə Dərbənd şəhəri tutulmayıb. Dərbənd şəhəri 988-ci ildə adı bizə lazım deyil, bir Şirvanşah hökmdarı tərəfindən tabe olunaraq Şirvanşahlara birləşdirilibdir. O zaman Dərbənd şəhərinin müstəqilliyi hələ qalırdı. Daxili müstəqilliyi qorunurdu. Biz daha sonra Dərbənd əmirliyinin varlığına 1075-ci ildə Şirvanşah 1-ci Fəribüs tərəfindən son qoyulacaq. Bunun barədə yenə danışacağıq. Deməli, 10-cu əsrin 80-ci illərində Şirvanşahlar dövlətinin ərazisi Qəbələ, Bərdə, Sanariyə, Tabarasan daha doğrusu, Dərbənd şəhəri daxil olmaqla geniş əraziləri əhatə edərək ərazisi genişlənir. Danışaq Şirvanşahlar dövlətində idarə etmə. Birinci vəzifə şah. Şah qeyri-məhdud hüquqlara malikdir, səlahiyyətlərə malikdir, hökmdardır və hakimiyyəti irsən atadan oğula ötürür. Əgər oğlu yoxdursa, hakimiyyət atadan qardaşa da keçə bilər. İkinci vəzifə şahzadə.
Şahzadələr isə hökmdarın oğlanlarıdır və Şirvanşahlar dövlətinin bir sıra əyalətlərini məhz şahzadələr vasitəsilə idarə edirlər. Üçüncü vəzifə, vəzir. Vəzir isə ölkənin inzibati işlərinə, maliyyə məsələlərinə baxır, həmçinin xarici əlaqələrlə məşğul olur. Vəzirin hər zaman stabil görevlərindən biri maliyyə və inzibati işlərdir. Şahın ən yaxın adamı olur, vəzirlər yadda saxlarıq. Davam edək. Dördüncü vəzifə, hacib vəzifəsi. Hacib kimdir? Hacib qapıçı, belə deyək, qapıçı deyirlər, belə deyək, loru dildə. Yəni bu adam nə edir? Saray daxilində tutalım, hər hansı bir mərasim keçiriləcək, başqa ölkədən səfirlər gəlib tədbir təşkil etmək lazımdır. Bu kimi fəaliyyətlər, saray daxili bütün mərasimləri həyata keçirmək, qonaqları, elçiləri qəbul etmək, yola salmaq, hökmdarın dəvətinə çıxartmaq. Bu kimi vəzifələrin hamısı qapıçı. Yəni kimdən asılıdır? Hacibdən asılıdır. Bu vəzifənin sahibi də oldu hacib. Daha sonra 5-ci yer, indi danışaq qoşundan. Şirvanşahlar qoşunu əsasən iki qrupa bölünür. 1. Qoşunun əsasını şahın əsas qvardiyası təşkil edir. Şahın qvardiyasındakı əsgərlərin çoxu süvarilərdən təşkil olunur. Həmçinin şahın ordusundan başqa bir də feodalların qoşunları var. Feodallar hökmdara Şirvanşaha tabedir və müharibə vaxtı öz orduları ilə birlikdə gəlirlər Şirvanşahın xidmətinə girirlər və bütün ordulara başçılığı ya Şirvanşah hökmdarı özü və yaxud da ki oğlu şahzadə ordulara başçılıq edir. Ordunun deməli əsas hissəsi kimdir? Şirvanşahın ordusudur. Şirvanşahın ordusunun əsasında süvarilər təşkil edir. Həmçinin feodalların qoşununda əsas hissəsi süvarilərdən təşkil olunur. Yadda saxladıq. Davam edək. Şirvanşahlar dövlətinin yaranmasının əhəmiyyəti. Şirvanşahlar dövlətinin yaranmasının əhəmiyyətlərindən birincisi, Azərbaycanda müstəqil dövlətçilik ənənələri yenidən bərpa olundu. Bu ifadəni yadda saxlayaq. Sual soruşulur sizdən. Azərbaycanda 9-cu əsrin ortalarında yenidən müstəqil dövlətçilik ənənələri bərpa olundu. Hansı hadisə nəticəsində biz deyirik Şirvanşahlar dövlətinin yaranması nəticəsində. Yəni 861-ci ildə. Daha sonra Şirvanşahlar dövlətinin yaranmasının bir əhəmiyyət daha Azərbaycanın şimalından gələn tayfalara qarşı Slavyan və Sərir tayfalarına qarşı mübarizə aparmaq daha da asanlaşdı. Bunu da bir yadda saxladıq. Şirvanşahlar Azərbaycanın şimal sərhədlərini qoruyacaqlar. Bunu vurğulamaq yadımızdan çıxdı. Şirvanşahlar Dərbənd şəhərini tutandan sonra ərəblər kimi həmçinin Şirvanşahlar da Dərbənd şəhərinin səddini yenidən bərpa elətdirmişlər. Dərbənd şəhərinin səddi nəyə görə bərpa olunmalıdır? Şimaldan gələn tayfaların hücumlarını qarşısını almaqdan ötəri. Sasanilər dövründə tikilmişdi, bildiyimiz kimi Dərbənd səddi Ərəblər dövründə bərpa olunmuş. Şirvanşah dövlət dövründə də yenə Dərbənd səddi bərpa olunmuşdu. Unutmayaq, yadda saxlayaq. Davam edək. Deməli, Şirvanşahların yaranmasının əhəmiyyəti müstəqil dövlətçilik ənənələri bərpa olundu. Şimaldan gələn tayfalara qarşı mübarizə asanlaşdı və Azərbaycanın gələcəyində ticarət həyatına, ölkənin iqtisadiyyatına, məişət həyatına müsbət təsir göstərdi. Bunları yadda saxladıq və beləliklə Şirvanşahlar dövlətini yekunlaşdırdıq. Daxil olaq Sacilər dövlətinə. Sacilər dövləti nə? Danışırıq Sacilərdən. Diqqət, Şirvanşahlar dövləti Azərbaycanın şimal-şərq torpaqlarını əhatə etmişdi. Yəni, şimalda yaranmışdı. Bəs cənubda o dövrdə Azərbaycanda hansı dövlətlər yaranıb? Danışaq. Sacilər sülaləsindən. Bunlar kimdir? Ümumiyyətlə, Ərəb xilafətində belə bir qanun var idi. Belə bir, daha doğrusu, adətən nə var idi ki, ordularında əsasən türklərdən istifadə edirdilər. Və Mərkəzi Asiyada o dövrdə Əşrusəm vilayətində Sacilər adlanan bir sülalə mövcud olub. Sacilər nəsli və onların ən, belə deyək ki, nüfuzlu, qüdrətli nümayəndələrindən biri də Əbu Sac Divdaddır. Bu şəxsiyyət haqqında danışacaq. İlk öncə türklərin Ərəb xilafəti üçün əhəmiyyətindən bəhs edək. Mərkəzi Asiyada keçiriləndən sonra ərəblər tərəfindən oradakı döyüşkən türk tayfaları qərbə doğru göndərilirdi, köç etdirilirdi, Bizansdan sərhədə yerləşdirilirdi. Niyə? Çünki türklər güclü sərkərdələr yetişdirirdi, türk ordusu güclü olurdu və onların ordusundan ərəblər özləri Bizansa qarşı apardıqları mübarizədə istifadə edirdilər. Və buna görə Mərkəzi Asiyadan bir sıra türk tayfalarını ərəblər köçürüb Bizansın sərhədlərində özləri yerləşdirirdilər. Tamam. Nəyə görə türklərin köçürdüyü haqqında məlumatımız oldu. Və bu köçürülən tayfaların biri də Mərkəzi Asiyanın Əşrusəm vilayətindən olan Sacilər nəsli.
və Sacilərin adı parlamağa başlayır Əbu Sac Divdadın vaxtından. Əbu Sac Divdad kim olubdu? Bu adam Ərəb xilafətində qoşunlara başçılıq edən bir normal türk əskəri olub, türk sərkərdəsi olubdu. O belə deyək ki, deməli 860-cı illərdə, təxmini illərdən danışırıq. Məkkəyə gedən, daha doğrusu hacıların getdiyi yolu, müsəlmanları qoruyan yolu rəhbəri olubdu. Məkkəyə gedən müqəddəs yolu qorunması xəlifə tərəfindən Əbu Sac Divdada tapşırılmışdı və bu müqəddəs missiya təbii ki, belə deyək ki, onu hak edən bir adama tapşırılmalı idi və Əbu Sac Divdad deməli bu dövr üçün xəlifə tərəfindən önəmli şəxsiyyət kimi qəbul olunurdu ki, Məkkəyə gedən yolun nəzarəti, oranın qorunması missiyası Əbu Sac Divdada verilmişdi. Həmçinin Əbu Sac Divdad Bizansla aparılan müharibələrdə də çox yaxşı fəaliyyət göstərmiş. Hətta 865-ci ildə Bağdadla Vasit arasında, yəni Mesopotamiyada Carcı şəhəri yaxınlığında baş verən güclü bir döyüşdə qalibiyyət əldə edilmiş. Həmçinin xəlifənin mərkəzində, xilafətin mərkəzində xəlifəyə qarşı türklərin baş qaldırdığı üsyanı belə Əbu Sac Divdad yatırmışdı. Və bu kimi fəaliyyətlərinə görə, yəni Bizansla apardığı müharibələr, şərəfli missiyanın yerinə yetirməsi, həmçinin Ərəb xilafətinin mərkəzində türklərin qaldırdığı qiyamı yatırmasına görə Əbu Sac Divdad xəlifənin yanında böyük hörmət qazanmışdı və xəlifə ona Cənubi Azərbaycanı iqta olaraq vermişdi. Yadımızda iqta torpaq mülkiyyət forması daşında biz dedik ki, şərti torpaq mülkiyyət formasıdır və xidmət qarşılığında verilir. Xəlifə onun Əbu Sac Divdadın xidmətlərinin qarşılığını ödəmək üçün Cənubi Azərbaycanı ona təsis etmişdi. Cənubi Azərbaycan torpaqları Əbu Sac Divdada verilir və Əbu Sac Divdad 870-ci illərdən etibarən Cənubi Azərbaycanda belə deyək, canişin kimi fəaliyyətə başlayır. Ərəblərdən aslı bir canişin kimi. Diqqət! Sacilər dövlətinin yaranması Əbu Sac Divdadın adı ilə bağlı deyil. Çünki o hər il 120.000 dinar məbləğində Cənubi Azərbaycandan vergi toplayaraq ərəblərə göndərirdi və heç bir zaman öz adına pul filan kəsdirib özünü hökmdar, padişah elan etməyib. Sadəcə olaraq biz Sacilərin Azərbaycana gəlişindən danışdıq. Kimin dövründə Sacilər Cənubi Azərbaycana gəldi? Əbu Sac Divdadın dövründə ərəblər buranı Əbu Sac Divdada iqta olaraq verdilər. Tamam. Bəs Sacilər dövlətinin yaranması kimin adı ilə bağlıdır? Biz söhbət edəcəyik indi Məhəmməd İbn Əbu Sacdan. Məhəmməd İbn Əbu Sac kimdir? Məhəmməd İbn Əbu Sac belə deyək ki, Əbu Sac Divdadın oğludur və 898-ci ildə o müstəqil dövlət yaradacaq. Sacilər dövləti. Dövlətin yaranması Məhəmməd İbn Əbu Sacın adı ilə bağlıdır. Çünki o 898-ci ildə görün nə edir? Öz adına pul kəsdirir və xilafətə artıq vergi göndərməyi axsatır. Beləliklə, öz adına pul kəsdirməsi bir ölkənin öz müstəqilliyini elan eləməsindən ötəri ən vacib şərtlərdən biri öz adına pul kəsdirməsi və öz adına xütbə oxutmasıdır və Məhəmməd İbn Əbu Sac bunlardan birini pul kəsdirməyi etdi və o dövrdə Marağa və Dəbil şəhərlərində ələ keçirdi. Paytaxtlar, belə deyək də, Azərbaycanın ən önəmli şəhərlərindən biri olan Marağa və Dəbil şəhərini o dövrdə Məhəmməd İbn Əbu Sac iqtadan əlavə olaraq ələ keçirmişdi və öz adına pul kəsdirməsi bu kimi xüsusiyyətlər ərəblər tərəfindən belə deyək, yaxşı qarşılanmadı. Sacilər dövləti deməli 898-də yarandı Məhəmməd İbn Əbu Sacın dövründə. Məhəmməd İbn Əbu Sacdan sonra hakimiyyətə gələcək şəxs Yusif İbn Əbu Sacdır. Yusif İbn Əbu Saca baxaq görək, bu adam nə iş görübdür? Məhəmməd İbn Əbu Sacın qardaşı idi, Məhəmməd dünyasının dəyişik yerinə hakimiyyətə Yusif gəlir. Yusif gələndən sonra 912-ci ildə qərar imzalayır. Artıq Ərəb xilafətinə vergi ödəməyəcəyəm. Beləliklə, Ərəb xilafətinə göndərilən vergi Yusif İbn Əbu Sacın dövründə dayandırılır. 912-ci ildən artıq Yusif İbn Əbu Sac vergi göndərmir Ərəb xilafətinə. Bu artıq nə deməkdir? Bu artıq üsyanın başlamasının işarətidir. Beləliklə, Yusif İbn Əbu Sac ərəblərə qarşı çıxdı, üsyan başlatdı 912-ci ildə və ərəblərə qarşı 3 səfər döyüş yönləndiribdi, döyüş idarə edib Yusif İbn Əbu Sac. Bunlardan ikisində
912 və 917-ci il döyüşlərində Yusif ibn Əbi Sac uğur qazanıbdı. Ərəblərin qoşunlarını ağır məğlubiyyətə uğradıb. Hətta 917-ci ildən sonra Marağada, Bərdədə və Ərdəbil şəhərində öz adına pul kəsdiribdi Yusif ibn Əbi Sac. Demək olar Azərbaycanın bütün ərazilərində öz adına pul kəsdirib və bu birbaşa Ərəb xilafətinə qarşı nə idi? Meydan oxumaq idi. Və Ərəb xilafəti 919-cu ildə daha güclü bir ordu göndərir və Yusif ibn Əbi Sac 919-cu ildə baş verən döyüşdə məğlub olur. Və ərəblər onu əsir alaraq gətirirlər paytaxtda Bağdad şəhərinə. 3 il müddətinə 919 ilə 922-ci il arasında Yusif ibn Əbi Sac Bağdadda əsirlikdə qalır. Lakin Azərbaycanda əhali Yusif ibn Əbi Sacın azadlığa buraxılması üçün üsyan eləyəcəyini irəli sürür. Və artıq ərəblər görürlər ki, Azərbaycanda Yusif ibn Əbi Sac'a görə üsyan başlaya bilər və buranı itirməməkdən ötəri nə edirlər? Yusif ibn Əbi Sac'ı azadlığa buraxırlar. Yusuf ibn Əbi Sac 922-ci ildə əsirdən çıxır, əsirlikdən qurtulur. Gəlir yenidən mərkəzinə Marağa şəhərinə. Diqqət! Marağa şəhəri Sacilər dövlətinin ilk paytaxtı olub, bunu vurğulayaq. Yusif ibn Əbi Sac ərəblərlə işi yekunlaşdırandan sonra görək nə işlər görür. Yusif ibn Əbi Sacın əsas fəaliyyətləri indi başlayır. 922-ci ildən sonra görün nə işlər görür. 1. Paytaxtı Marağadan Ərdəbil şəhərinə köçürür. Diqqət! Yusif ibn Əbi Sac bunu nədir? Paytaxtı köçürdü. Şirvanşahlardan Əbu Tahirlə Yusuf ibn Əbi Sac üçün buna oxşar cəhət götürə bilərik. Paytaxtı dəyişdirmək. Bəli. Əbu Tahir paytaxtı Şamaxıya köçürmüşdü. Yusuf ibn Əbi Sac isə paytaxtı Ərdəbil şəhərinə köçürdü. Tamam. Daha sonra nə iş gördü? Yusif ibn Əbi Sac Azərbaycanın şimal torpaqlarını ələ keçirir. Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə salır. Dərbənd əmirliyini tutur, Şəki hakimliyini tutur, Kaxetiyaya hücum edir. Kaxetiya çarlığı o dövrdə, belə deyək də, Gürcüstanda mövcud olan bir Gürcüstan çarlığıdır və Kaxetiya çarlığını tutmaqdan başqa o dövrdə Tiflisdə də bir müsəlman əmirliyi var. Bunun barədə indi məlumat verərik. Həmən bu Tiflis müsəlman əmirliyini ələ keçirir və beləliklə Sacilər dövlətinin ərazisi bütün Şimali Azərbaycanı da öz tərkibinə qatır. Diqqət! Sual düşür. Azərbaycanın ilk etnik dövləti hansı dövlətdir? Cavabımız Sacilər. Niyə? Sacilərin tam şəkildə türk olmasını biz bilirik. Sacilər tam türk ölkəsidir, türk sülaləsidir. Və ona görə deyirik, Azərbaycanı ilk dəfə vahid türk dövlətində birləşdirən dövlət haradır? Sacilər. Şimalı, Cənublu Azərbaycanı ilk dəfə türk sülaləsi hakimiyyəti altında birləşdirən dövlət haradır? Cavabımız olmalıdır. Sacilər, hökmdarımız Yusif ibn Əbi Sac. Şirvanşahları birləşdirdi, Dərbənd əmirliyini tutdu, Şəki hakimliyini tutdu, Tiflis müsəlman əmirliyini ələ keçirdi, Kaxetiyanı özünə tabe elədi. Şimalı Cənublu Azərbaycanın tək hökmdarı oldu Yusif ibn Əbi Sac. Həmçinin Cənubda, burada uşaqlar, Samanilər dövləti var. Deməli, Azərbaycanın cənub-şərq istiqamətində təxminən bugünkü İran ərazilərində, yəni Samanilər dövlətindən Rey şəhərini o dövrdə ələ keçirəcək Yusif ibn Əbi Sac. Diqqət! Deməli, Yusuf ibn Əbi Sac həmçinin başqa bir ölkə ilə də müharibə aparıbdımı? Bəli, hansı ölkədən söhbət apardıq? Samanilər ölkəsi və hansı şəhər onlardan alır? Rey şəhərini. Və beləliklə Yusuf ibn Əbi Sac neynəmiş oldu? Şimalı Cənublu Azərbaycanı ilk dəfə türk dövləti altında, türk sülaləsinin hakimiyyəti altında birləşdirən ilk türk hökmdarı oldu. Buraları bildik. Yusuf ibn Əbi Sacın Əbu Tahirin oxşar cəhəti dedik ki, neynədilər? Paytaxt köçürdülər. Yusuf ibn Əbi Sacın həmçinin biz bir də Mahmud Qəznəli, keçəcək Qəznəli dövlətində, türk dövlətlərindən danışanda oxşar cəhət kimi götürə bilərik. Samani dövləti ilə müharibə aparması. Belə ki, Yusuf ibn Əbi Sac Rey şəhərini Samanilərlə müharibə nəticəsində ələ keçirmişdi. Və beləliklə, indi isə baxaq, Sac dövlətinin varlığına necə son qoyulacaq. 941-ci ildə sonuncu Sac hökmdarı olan Deysəm dövlətdə səriştəsiz idarəçiliyi aparacaq və o dövrdə Gilanın hakimi və
Kəngərli tayfasına mənsub olan bir türk hökmdarı, bir türk sülaləsinin daha doğrusu banisi olan Mərzban ibn Məhəmməd sonuncu Sacı hökmdarı Deysəmi məğlubiyyətə uğradıb öldürəcək və paytaxt Ərdəbili tutacaq və Sacilər dövləti 941-ci ildə belə deyək, öz varlığını itirəcək və yerində isə yeni bir dövlət olan Salarilər dövləti meydana çıxacaq. İndi isə davam elətdirik o zaman hansı mövzu ilə deməli danışmamızı Salari dövləti ilə davam elətdirək. Tamam. Salari hökm dövləti haqqında danışası olsaq nə deyə bilərik? Salarilər bütün 941-ci ildə bunlar Gilanın idarəçisi olublar və Kəngərli tayfasına mənsub olublar. Salarilər sülaləsi ən qüdrətli nümayəndəsi Mərzban ibn Məhəmməddir. Belə ki 941-ci ildə sonuncu Sacı hökmdarı Deysəmi məğlub edir və Sacilər dövlətinin varlığına son qoyaraq nə edir? Azərbaycanı ələ keçirir və yeni bir dövlət, Salarilər dövlətinin əsasını qoyur. Salar sözünün mənası da türk dilində yurt salan, yurt quran deməkdir. Bunu da yadımızda saxlayaq, davam edək. Danışaq biz nədən? Salarilər dövlətinin gələcəyinə görə Salarilər neynədilər? Salarilərin paytaxtları olub Ərdəbil şəhəri, yadda saxlayaq. Sacilərlə oxşar cəhət paytaxtları Ərdəbil şəhəri olub. Mərzban ibn Məhəmməd də Şirvanşahlar dövlətini özünə tabe edib, həmçinin Dərbəndi tabe edib, Şəki, Tiflis müsəlman əmirliklərini tabe edib, həmçinin Kaxet yayından da müharibə aparıb, yəni gürcülərlə də döyüşüb. Demək olar ki, Sacilər dövründə Sacilərə tabe olan bütün feodal hakimlər Salari dövlətinə tabe etdirilib. Salarilər birbaşa Sacilərin yəni yerini ələ keçirir. Bütün Sacilərə tabe olan dövlətlər indi kimə tabe edib? Mərzban ibn Məhəmmədə, Salarilər dövlətinin qurucusuna. Salari dövləti 941-də yarandı. Paytaxtda Ərdəbil şəhəri, qurucusu Mərzban ibn Məhəmməd, tayfası Kəngərli tayfasından əvvəlki vəzifəsində olub Gilan şəhərinin hakimi olubdu. Tamam. Mərzban ibn Məhəmməd Cənubi Azərbaycanı tutdu 941-də, daha sonra işğallar, Şirvanşahlar dövləti, Dərbənd, Şəki, Tiflis əmirlikləri, Kaxet yayı ilə müharibə aparıb, gürcüləri özündən asılı vəziyyətə salıb. Siz yadda saxlayın bunu ki, Şərqi Gürcüstanın asılı vəziyyətə salınması, Şərqi Gürcüstan deyiləndə o dövrdə Şərqi Gürcüstanda Kaxetiya çarlığı mövcud olub. Yoldaşlar, bunu yadda saxlayaq və bu həm Sacilər dövləti üçün, həm Salarilər dövləti üçün oxşar cəhətdir ki, hər ikisi Şərqi Gürcüstanı özünə tabe edibdir. Davam edək. Salarilər dövlətinin yaranmasının əhəmiyyətlərindən danışaq biraz. Salarilər dövləti yaranması ilə ilk dəfə Xəzər dənizində diqqət, ticarət gəmiləri üzməyə başladı. Sizə bəzən bura sual salaraq deyirlər ki, Salarilər dövləti dövründən Azərbaycanda dənizlərdə hərbi gəmilər üzməyə başlayır. Diqqət, yanlışdır o. Diqqətli ol, hərbi gəmi ifadəsini görsən çıxar. Salarilər dövründə Xəzər dənizində ilk dəfə Azərbaycanlılara aid ticarət gəmisi üzməyə başlayıb. Biz ilk dəfə gəmi yaratmaq istədik Nadir Şahın dövründə, onu da bacara bilmədik, getdi bizim dəniz donanması, hərbi dəniz donanmasına malik olmamız düz 1919-cu ildə. Yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrünə. Yəni ona qədər hələ xeyli vaxt var. Yəni Salarilər dövləti dövründə Xəzər dənizində hərbi donanma yox, ticarət donanması üzməyə başlayır. Ticarət gəmiləri fəaliyyət göstərməyə başlayır. Ümumiyyətlə Salarilər dövləti dövründə ölkənin daxilində biraz da olsa sabitlik yaranır. Ticarətin inkişaf etməsi üçün, xalqın get-gəli üçün, Azərbaycan xalqının daha da formalaşması, digər etnik, kökənli başqa tayfaların Azərbaycan türk tayfaları ilə qarışması prosesi sürətlənir bu dövrdə və ancaq 944-cü ildə bir pis hadisə baş verir. Bərdə faciəsi. 944-cü ildə Bərdə şəhərində nə olur? Slavyanların yürüşünə məruz qalır və Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmməd Bərdə şəhərini Slavyanlardan qurtarmağa çalışsa da daha sonra xəbər alır ki, ölkənin cənubundan başqa bir müdaxilə Mosul hakimi Azərbaycanın cənub torpaqlarına hücum edib, Ərdəbil şəhərinə qədər irəliləyir, paytaxt təhlükə altındadır və Mərzban ibn Məhəmməd məcbur Bərdəni qırağa qoyur, öz paytaxtını müdafiə etməkdən ötəri cənuba çəkilir. Və Mərzban ibn Məhəmmədin ölümündən sonra onun taxtı, tacı uğrunda
mübarizələr başlayır və Taxtaç mübarizəsində sonuncu Salari hökmdarı İbrahim ibn Mərzban qalib gələcək, hakimiyyətini gücləndirəcək, lakin o Mərzban ibn Məhəmməd kimi güclü bir hökmdar olmayacaq. Səbəbi onun hakimiyyət dövründə Şirvanşahlar onun Salarilərin tabeçiliyindən çıxır. Daha sonra Salarilər dövlətinin tərkibində olan Gəncə şəhəri ətrafındakı ərazilərdə Salarilərin tərkibindən çıxacaq və burada yeni bir müstəqil dövlətimiz olan Şəddadilər dövləti yaranacaq. Bu ayrı bir məsələ. Tamam, başqa nələr baş verir bu dövrdə? Başqa bu dövrdə sizin üçün deyək, baş verən hadisələrin içərisində demək olar ki, Dərbənd, Şəki, Tiflis Müsəlman Əmirliyi, Şərqi Gürcüstanda nə edəcək? İbrahim ibn Mərzbana tabe olmayacaq və onun tabeçiliyindən çıxacaq. Salarilər dövləti İbrahim ibn Mərzbanın dövründə zəifləyir və 981-ci ildə Rəvvadilərin deməli hücumu nəticəsində Əbülhizanın yürüşü nəticəsində məğlub edilərək nə edəcək? 981-ci ildə tarixin tozlu səhifələrinə qarışacaqlar. Deməli 941-də yarandı, 981-də dağıldı. İbrahim ibn Mərzban sonuncu hökmdar oldu. Onun dövründə zəiflədi ölkə, nəyə görə? Bütün tabe olunan ölkələr tabeçilikdən çıxmışdı deyə. Salarilərin biraz iqtisadiyyatı haqqında ətraflı məlumat verək. Mərzban ibn Məhəmməd Salarilər dövləti dövründə görsüz ticarət donanması yüzməyə başladı. Ticarət inkişaf elədi. Ölkənin daxilində dedik, sabitlik yaranıb Mərzban ibn Məhəmmədin dövründə. Bunun hər biri nəyə borcludur? Mərzban ibn Məhəmmədin yaratdığı qanunnaməyə. Mərzban ibn Məhəmməd Azərbaycanda qanunnamə adlı bir toplu hazırlayıb və qanunnamənin hazırlanmasında əsas məqsəd vergi sahəsində boşluqları aradan qaldırmaqdan ibarət idi. Mərzban ibn Məhəmməd vergi sahəsində islahatlar aparmaq istəyir, məmurların özbaşınalığına son qoymaq istəyirdi və elə istədiyi kimdə olur. Belə ki, onun qanunnaməsi sayəsində feodalların əl ayağını yığır, vergilərin miqdarları dəqiqləşdirilir və belə deyək ki, ölkənin vergi siyasəti, vergilər qayda qanunu salınır. Qanunnamə tam şəkildə vergilərlə bağlıdır. Yadda saxlayın. Vergilərdəki özbaşınalığa son qoyuldu və vergi yığımında sabitlik yarandı. Tamam. Bu Mərzban ibn Məhəmmədin siyasəti idi, qanunnaməsi idi. Bunu da yadda saxladıq. Sizə sual verilsə, Azərbaycanı ilk dəfə Şimali Cənublu Azərbaycan vahid Türk dövlətinin tərkibində birləşdirib kim? Cavabınız olacaq Yusif ibn Əbi Sac, yəni Sacilər. Ancaq sizə sual verirsək, 9-cu əsrdə yaranmış müstəqil feodal dövlətlərimizdən hansı ən geniş əraziyə malik idi? Cavabınız olacaq Salarilər. Belə ki, Mərzban ibn Məhəmmədin qurduğu dövlət Dərbənddən, şimalda Dərbənddən, cənubda Dəzlə və Fərat çaylarının yuxarı axarlarına qədər olan əraziləri əhatə edirdi. Yəni Salarilər Azərbaycanda bu dövrdə yaranmış müstəqil feodal dövlətləri içərisində deyək ki, ən geniş əraziyə malik olanıdır. Bunu da unutmayaq və beləliklə biz Salarilər dövləti haqqında da danışdıq. Bu bizim olacaq Azərbaycanda müstəqil feodal dövlətlərin yaranmasının birinci hissəsinin videosu. Birinci hissədə biz nəyə görə Azərbaycanda müstəqil dövlətçilikləri yarandı? İlk müstəqil dövlətlərimiz hansılar oldu? Şirvanşahlar, Sacilər və Salarilər dövləti haqqında geniş məlumat verdik. Növbəti ikinci hissəmizdə isə Şəddadilər və Rəvvadilər dövləti haqqında məlumat verəcəyik və əgər ki vaxt çox uzun olmasa, əgər ki onun içərisində yerləşdirmək mümkün olsa, Slavyanların Azərbaycana yürüşü barədə də ikinci hissədə danışacaq. Tamam, dərs izahatımız bu qədər. Birinci hissə bu qədər olsun. Növbəti hissədə görüşərik. Sağ olun, salamat qalın.